Bismillah. Ürək yanacaq. Bu bürcləri iyunda çətin sevgi gözləyir. İyun ayı bəzi bürclər üçün emosional baxımdan çox gərgin keçəcək. Sevgi sahəsində sınaqlar, xəyal qırıqlıqları və qərar vermək məcburiyyəti bu bürcləri gözləyir. Budur, ürəyi yanacaq və sevgidə çətinlik yaşayacaq bürclər. Xərçəng. İyun xərçənglər üçün çox həssas dövrdür. Keçmiş münasibətlər yenidən gündəmə gələ bilər. Unutduğunu, düşündüyün hisslər qayıdacaq və bu səni daxildən sarsıda bilər. Yeni münasibətə başlamaq istəyirsənsə, tələsmə, ürəyin hələ sağalmayıb. Əqrəb. Əqrəblər üçün ehtiraslı, amma ağrılı sevgi dövrü gəlir. Qısqanclıq və güvənsizlik münasibətləri sınağa çəkəcək. Partnyorla ciddi münasibətlər mümkündür. Bu ay ya hər şeyi düzəldəcəksən, ya da tamamilə bitirəcəksən. Əkizlər. Əkizlər üçün qarışıqlıq dövrüdür. İki seçim arasında qalmaq, eyni anda iki insana qarşı hisslər yaşamaq mümkündür. Bu isə həm səni, həm də qarşı tərəfi incidir. Dürüst qərar vermək qaçılmaz olacaq. Oğlaq. Oğlaq bürcü. Oğlaqlar üçün soyuqlaşma dövrü başlayır. İş və məsuliyyətlər sevginin önünə keçə bilər. Partnyor özünü ikinci planda hiss edəcək. Əgər balans qurmasan, münasibət ciddi zərbə ala bilər. Nəticə, iyun bu bürclərə hər şeyi öyrədəcək. Sevgi təkcə hiss deyil, həm də seçim və məsuliyyətdir. Əgər düzgün qərar verə bilsən, bu çətinliklər səni daha güclü edəcək.